Zəngəzur dəhlizinin yaradılması bildiyiniz kimi bizim təşəbbüsümüz olub. Azərbaycanın əsas hissəsini, onun ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirmək bizim çoxdankı arzumuz olub. Və bu hədəfə doğru biz inamla və çox böyük məharətlə addımlayırdıq, yaxınlaşırdıq və artıq yaxınlaşmışıq. Yadınızdadır təbii ki, İkinci Qarabağ müharibəsinin başa çatması ilə əlaqədar üçtərəfli bəyanat imzalanmışdır. Azərbaycan prezidenti, Rusiya prezidenti və Ermənistan baş naziri. Əslində bu Ermənistan üçün kapitulyasiya aktı idi. Çünki Ermənistan təslim oldu və o vaxt hələ işğal altında olan müharibə yolu ilə hələ biz o bölgələri azad etməmişdik. Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan bizə qaytarıldı. Təbii ki, Ermənistan bunu könüllü etməmişdir. Biz onu məcbur etdik. Kimisə müharibə şəraitində məcbur edirsənsə, deməli, həmən o tərəf kapitulyasiya uğrayır. Yəni, bu termində hər hansı bir alçaldıcı yaxud da ki, təhqiramiz bir məna axtarmaq lazım deyil. Bu sadəcə olaraq reallıqdır. Biz tarixi olduğu kimi həm bilməliyik, həm unutmamalıyıq və tarixin təhrifinə o cəhlərə heç vaxt imkan verməməliyik. O vaxt noyabrın 9-unda Şuşa işğaldan azad olunandan sonra üçtərəfli danışıqlar gedirdi Rusiya prezidentinin vasitəsilə. Və mən qəti təkid edirdim ki, imzalanacaq bəyanatda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən dəhliz mütləq öz əksini tapmalıdır. Ermənistan tərəfi buna razılıq vermək istəmirdi. Ancaq onun o qədər də böyük alternativləri də yox idi. Müharibə davam etdirilsəydi, əlbəttə biz də itkilər verəcəkdik, amma Ermənistan daha çox itkilər verəcəkdi. Çünki onların qoşunları demək olar ki, mühasirədə idi və onları məhv etmək faktiki olaraq tam mümkün idi. Ona görə bunu istəməsələr belə Ermənistan buna razılıq verdi və o bəyanat hamıya bəllidir. Orada xüsusi bir bənd var. Ancaq İkinci Qarabağ müharibəsindən keçən 5 il ərzində Zəngəzur dəhlizinin açılması ilə bağlı heç bir praktik addım atılmamışdır. Dəfələrlə biz bu məsələni həm Rusiya, həm Ermənistana çatdırırdıq ki, vaxt gedir. Bu bəyanat, onun vacib hissəsi icra edilmir və bu dözülməz haldır. Müxtəlif vaxtlarda müxtəlif cavablar alırdıq. Bu barədə çox danışmaq istəmirəm. Fakt odur ki, Ermənistan bunu hər cürə uzatmağa çalışırdı. Rusiya tərəfi isə ya bunu təmin edə bilmirdi, ya da ki, hansısa başqa səbəblər var idi. Fakt oydu ki, keçən ilin avqust ayına qədər yəni, məsələ dondurulmuş vəziyyətdə idi. Amerika Birləşmiş Ştatları bu məsələyə yaxınlaşmağa başlayanda, bu da hardasa keçən ilin yaz aylarından, yazın əvvəlində başlanmış təmaslar nəticəsində artıq bu prosesə start verilmişdir. Təbii ki, Ermənistan-Azərbaycan normallaşma prosesinə öz töhfəsini verməyə çalışırdılar. Buna hazır olduqlarını bildirirdilər və təbii ki, bizim bir neçə önəmli şərtimiz var idi. O cümlədən Zəngəzur dəhlizi. Və nəticə etibarilə avqustun 8-də 2025-ci ildə tarixi Vaşinqton zirvə görüşündə bu məsələ öz həllini tapdı. Və
TRIP adını daşıyan bu layihənin icrasına artıq start verilmişdir. Və bu yaxınlarda 3 gün bundan qabaq avqustun 8-də Prezident Trumpla söhbət əsnasında bu məsələdə toxunuldu və hər iki tərəf əminliyini vurğuladı ki, bu önəmli nəqliyyat layihəsi mütləq və tezliklə icra ediləcək. Yəni bu məsələnin tarixçəsidir. Eyni zamanda 2-ci Qarabağ müharibəsi başa çatar-çatmaz biz dərhal həm dəmir, həm avtomobil yollarının bərpasına başladıq. O cümlədən Naxçıvana doğru gedən yolların tikintisinə. Və bugün Horadiz-Ağbənd avtomobil yolu demək olar ki, hazırdır. Bir xırda məsələlər qalıb. Dəmir yolunun tikintisi də sürətlə gedir. Biz bu layihəni hər an sürətləndirə bilərik. Sadəcə olaraq Ermənistan hissəsi hazır olmadığı üçün buna lüzum görmürük. Çünki investisiyaları, sərmayələri daha vacib və təcili məsələlərin həllinə yönəltmək üçün. Ancaq istənilən halda gələn il dəmir yolu da Ermənistan sərhədinə gəlib çatacaq. O ki qaldı Naxçıvan dəmir yolunun tikintisinə hal-hazırda işlər gedir. Mənim göstərişimlə Nəqliyyat Nazirliyi bu işlə məşğuldur. Azərbaycan Dəmir Yolları inşa işlərinə başlamışdır Ordubad istiqamətində və olmayan hissələr yenidən tikiləcək. 2 hissə mövcud deyildi. Hər ikisi də Ermənistan sərhədinə yaxın. Biri Ordubad, ikincisi isə Sədərək rayonlarının ərazisindədir. Hər iki hissənin uzunluğu o qədər də böyük deyil. Hardasa 3-5-7 kilometrdir. Qalan dəmir yolu isə prinsipcə işlək vəziyyətdədir. Və bugün də ondan istifadə edilir və edilə bilər. Sadəcə olaraq bugün mövcud olan dəmir yolunun yük aşırma qabiliyyəti 1,5 milyon tondur. İlkin mərhələ üçün Zəngəzur dəhlizinin və bu dəhlizin ümumiyyətcə şərq-qərb dəhlizinin bir qolu olan bu yolun fəaliyyətə başlaması üçün bu kifayətdir. Amma bizim istəyimiz ondan ibarətdir ki, bu nəqliyyat dəhlizindən ən azı 15 milyon ton yük keçsin. Onun üçün bugün mövcud olan dəmir yolu yenidən qurulmalıdır, reabilitasiya edilməlidir. Və bugün mənə verilən məlumat və təqdimat çox vacib idi. Mənim də göstərişlərim ondan ibarət idi ki, vaxt itirmək lazım deyil. Azərbaycan öz vəsaiti hesabına bu dəmir yolunun tam işlək və 15 milyon ton yük aşırma qabiliyyətinə malik olan vəziyyətə çatdıra bilər və çatdırmalıdır.